Hədislərdə qeyd olunub Biharul Ənvar 43-cü cilddə yazırlar: Dəxələ Əmirül Müminin Ali aleyhissalam alə Fatimətə leylətən. Bir gecə Əmirül Müminin Ali aleyhissalam evə gələndə, gecələrin birində görür xanım Zəhra salamullahi aleyhanı fəizə hiyə qaimətun fi mihrabihə. Xanım Fatimə Zəhra salamullahi aleyha öz namaz qıldığı yerdə, evində bir mehrabı var idi. Orada namazlarını qılardı. Dayanıb öz mehrabında. وَقَدْ اسْوَدَّ وَجْهُهَا مِنْ كَثْرَةِ الْبُكَاءِ. Görür ki, Əli əleyhissalam baxır, görür ki, əmsi qızı Zəhra o qədər ağlayıb, üzü, gözü, göz yaşının suyu, artıq rəngi, o ağlayan adamın bir rəngi bir qaralar mı deyim, dolğunlaşar mı? وَهِيَ تَقُولُ. Deyir, gördüm, əmim qızı Zəhra öz-özü ilə ağlaya-ağlaya mehrabda bu sözləri deyir. Allahümmə eleykə əşku ma təlqi zürriyyətə nəbiyyikə ba'di. Allah, sənə şikayət edirəm bu ümmətdən, Peyğəmbərdən sonra onun balalarının başına gətirilən müsibətlərə görə. Allah, bizim bu başımıza gələn müsibətlərə görə, Peyğəmbərdən sonra bizim başımıza ki, bu müsibətlər gələr ha, və məndən sonra da hələ balalarımın başına ki, gətirəcəklər, Allah, mən sənə bu ümmətdən şikayət edirəm. Əmirül Müminin Əli əleyhissalam buyurur ki, qız Zəhracan, niyə ağlayırsan? Niyə belə narahatsan? Qalət ya Əli, buyurdu, oğlu Əlican, kəənni bi Həsəni və qad saquhu səm, sanki mən görürəm, Həsənimi necə zəhərləyəcəklər. Və kəənni bi Hüseyni bi Kərbəla, bi ardı Kərbəla, sari'an la nasirə ləh. Oğlu Əlican, mən elə bil ki, o hadisələri görürəm ki, məndən sonra Hüseynimi Kərbəla çölündə necə tənha qoyacaqlar. Kömək istəyəcək, amma köməyinə gələn olmayacaq. Və kəənni bi bənati səbaya yəsqnə min bələdin ilə bələd. Oğlu Əlican, mən buna görə ağlayıram ki, sanki görürəm mənim qızlarımı, o körpə balalarımı bu şəhərdən o şəhərə susuz necə əsir aparacaqlar, necə onları incidəcəklər. Odur ki, xanım Zəhra salamullahi aleyhanın bu qəmləri, qüssələri bitən deyil. Ona görə biz daima Allahdan diləməliyik ki, Allah bizi dünya və uğba xanım Zəhra salamullahi aleyhanın bu dünyada ziyarətindən, uğbada şəfaətindən, o nur-u müqəddəsdən bizi ayrı salmasın inşallah.